Müğənni Rəvan Qarayev bacısının sənət yoluna başlaması ilə bağlı səmimi etiraflar edib. Milli Az xəbər verir ki, o tarixin bir günü verilişində bacısının müğənni olmasına əleyhinə olduğunu, lakin ailə içində verilən qərara hörmət etdiyini bildirib. Rəvan açıqlamasında deyib: "Mən dəstəkləsəydim, bacım 10 il əvvəl efirə çıxardı. Amma bacımın əri mənə zəng edib. Dedi ki, bu mənim ailəmdir. Xahiş edirəm, heç kim qarışmasın. Mən icazə verirəm, arxasında da özüm dayanmışam. Hər bir işini də özü görür." Sənətçi əlavə edib ki, bacısına daim məsləhətlər verir və onun etdiyi səhvləri təkrarlamamasını istəyir. "Yenə də başa salıram ki, mənim etdiyim səhvləri etməsin, hər çağırılan yerə getməsin. Birlikdə çağıranda hörmətsizlik etmirik, eyni efirə çıxırıq." Rəvan bildirib ki, bacısı hazırda yeni mahnılar üzərində işləyir və müəyyən müddətdir efirlərə çıxmır. "Bacımla bir duetimiz var, ikincini də yazdıracağıq. O indi efirlərə çıxmır, yeni mahnılar hazırlayır." Müğənninin açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.